Ona görə bayaqki sözümün üzərinə qayıdıram Ayşə xanım. Biz bütün bu məsələlərə baxışlarımızı 180 dərəcə dəyişməliyik. Dəyişməsək, nə Azərbaycanlı iş adamı, nə xaricdən gələcək iş adamı bura yatırımlar edəcəkdir. Nə də biz istədiyimiz hədəfləri qoyduğumuz yox. Qoymuşuq, hədəf çox qoymuşuq. Qoyduğumuz və ya da istədiyimiz hədəfləri reallaşdıra biləcəyik. Və bir gün görəcəyik ki, artıq elə bir acınacaqlı duruma gəlib çatmışıq ki, artıq bu iç məsələlərlə çox ciddi şəkildə məşğul olmaq lazım. Bizim xarici siyasətdə qazandığımız uğurlar, Qarabağda qazandığımız uğurlar, dünya çapında, beynəlxalq siyasi müstəvidə qazandığımız uğurlar, şərqi, qərbi hamısını özümüzə dost eləmişik, dünyanın iki hegemonunu özümüzə yaxın eləmişik. Bu uğurların fonunda bizim aqrar sənaye ölkəsi olaraq 74% ərzağı idxal etməyimiz ayıbdır. Sadəcə olaraq ayıbdır. Bunu mən ilk növbədə aqrar sektora rəhbərlik edən tərəflərə zümrüd tuturam. 74% idxal. Biz ərzaq ölkəsiyik, biz kənd təsərrüfatı ağaclarda meyvələrimiz tökülüb qalır. Amma biz Sovet dövründə bizim özümüzü təmin edə bilmirik. Ümumi göstərici vardı, iqtisadiyyatın ümumi göstəricisi vardı. Belə deyilmirdi, milli gəlir kimi deyirlər. Onun 50%-ə qədərini aqrar sektor təşkil edirdi. 8-10% indi bu əsas göstərici deyil. Əsas fakt odur ki, biz 74% idxal edirik, 76% idxal edirik. Bu 4-dən 3-dən 4-dən 3-üdür, 4-dən 3-üdür. Bu böyük bir rəqəmdir.